bax bu damotu bitkisidir. Rusca pusturnik. Həm sakitləşdiricidir, ürək damara çox faydalıdır. Bəli, yemişan meyvəsidir. Bu da yenə də ürək qidalandırıcıdır, vitamin kompleksidir, təzyiqin, bəli, həm təzyiqə çox yaxşı təsir göstərir. Bu düzdür, bizim yerli bitkimiz deyil, limonotu deyirlər buna. Çox gözəl təsiri var, həm miqren ağrılarına, insanı gümrah edir. Yəni bu baxımdan çox faydaları var və eyni zamanda bu da bizim qarğıdalı saçağıdır. Həm öd qovucu təsiri var, həm sidik qovucu təsiri var. Düzdür, onu da yenə deyəcəm ki, qədərinə nə qədər olmalıdır. Bunu da əlbəttə ki, bu çay yığımını da deyim ki, davamlı etmək olmaz. Hər bir çayı etdikdə, bəli, vaxtla etmək lazımdır. Yəni 2 həftədən artıq etmək olmaz. Bu bizim Məkkə gülüdür. Bu, bilirsiniz necə insanlara yaxşı təsir göstərir? Yüksək təzyiq olan insanlara, xolesterinindən əziyyət çəkən, metabolizmi yaxşı olmayan. Şəkər xəstələrinə. Bəli, şəkər xəstələrində. Yəni biz həmin onu, bu xəstəliyə qarşı olan şeyləri biz öz təbii, yəni təbiətin bizə verdiyi nemətlərlə necə düzəltmək lazımdır, biz onu göstərəcəyik. Bu isə bizim ginkgo biloba bitkimizdir. Həm beyin qan dövranını yaxşılaşdırır. Mən elə bilirəm ki, bu ginkgo biloba, həm də buna məhəbbət otu deyirlər. Çox faydaları var. Düzdür, əsas ölkədə yetişən. Mən bilim, dəfnə yarpağıdır. Xeyr. Amma beyin qan dövranı, nevropatoloqların deyək ki, məsəl üçün nevropatoloqa müraciət etdikdə beyin qan dövranı pozğunluğunda bir nömrəli məsləhət verdikləri bitkidir. Dərmanların tərkibi budur. Bəli.